Hüzün və qürur gününün başlanğıcı olan 27 sentyabr. Əminəm ki, 27 sentyabru heç bir azərbaycanlı unutmayacaq, nə də unutturmayacaq. Şəhidlərimizin ehsanı üçün halva çalıram. Halva üçün 4 stəkan undan istifadə etdim. Yarım stəkandan bir barmaq aşağı su əlavə edib mikserdə umaç halına gətirəm. Umaç quruyana qədər gözlədirəm. Qıraqda 3 stəkan yarım una, 4 stəkan şəkər tozu əlavə edib əriyənə qədər gözlədirəm. Qaynamağa başlayanda bir dilim limon əlavə edirəm və ocağın altını söndürürəm. 4 stəkan una təxminən 300 qram yağ istifadə etdim. Yağı əridirəm. Əritdikdən sonra isə qurumuş umacları bir qaba əlavə edib ərinmiş yağın üzərinə əlavə edib qovururam. Umac tamamilə qızıl rəng alana qədər dayanmadan qarışdırırıq. Dayansaq yana bilər. Ona görə mütləq şəkildə dayanmadan qarışdırmaq lazımdır. İstədiyimiz rəng kıvamına çatanda biz onu şərbət töküb yoxlayırıq bir qıraqda. Əgər istədiyimiz rəngdədirsə, o zaman şərbətin tökürük. Şərbətin tökdükdən sonra üzərini bağlayırıq və təxminən 1 saat yarım gözlədirik. Bizim halvamız hazır.